Salam dostlar. Deməli dostlar, Amerikada sığorta necədir? Amerikada sığorta, maşın üçün olan sığorta var və sağlamlıq üçün olan sığorta var və bu ev üçün, mülk üçün və yaşam sığortası deyilən bir life insurance deyirlər. Bunlar hamısı necə işləyir? Mən sizə bunu izah edeyim. Maşın sığortası necə olur? Var liability maşın sığortası. Liability maşın sığortası nədir? Yəni Azərbaycanda onun adı icbaridir. Deməli Azərbaycanda icbari sığorta qarşı tərəfə dəyən zərəri ödəyir. Burada isə liability deyirlər. Yəni o da yəqin ki, icbaridir, tərcüməsi bilmirəm. O hər ştata görə biraz fərqlidir, amma Pensilvaniyanın minimumu belədir. Deməli 5.000, 10.000, 15.000. Yəni minimal 15.000-ə qədər sənin qəza eləyəndə vurduğun maşını ödəyir və 5.000 maşında xəsarət alan adam varsa onun xəsarətini ödəyir. 10.000-də hansısa mülkə zərər vermisənsə, tutaq ki, yolda gedəndə baxmadın, girdin kiminsə hasarına. Hasar onsuz da yoxdur burada. Amma indi nəyinəsə də girdin kiminsə evinin küncünə. 10.000 onun evinə gedir. 5.000 maşınında xəsarət alan adamın müalicəsinə gedir. Əgər maşınla toqquşdunsa 15.000 də maşına gedir. Bu necə işləyir Amerikada sizə deyim. Deməli, mən 2023-cü ildə burada qəza elədim. Nissan var idi. Bu maşının 2023-cü il modeli var idi. Həmin Nissandan mən qəzaya düşdüm. Qəzaya düşməyimin səbəbi, mən yola çıxırdım, stopda dayanmışdım və sol tərəfdən gələn maşın dönmə nişanı yandırmışdı mən çıxdığım yerə. Mən də gördüm o dönür, sürəti azaldır, dönür. Mən də sağa baxdım, hərəkətə başladım və ani toqquşma baş verdi, vurdum o maşını. Günah məndədir, çünki mən gözləməli idim. Tam yolun boş olmasına əmin olub hərəkətə davam eləməli idim. Amma mən düşündüm ki, dönür də bu adam. Yəni bunu gözləməyin mənası yoxdur. Bəzən belə olur. Adamlar pavorotnik yandırır, dönmə nişanı yandırır, sürəti azaldır, amma gəlib çatında fikrin dəyişir, düz sürür daha doğrusu. Belə olur, belə hallar olur və onda qəzaya düşdüm. Və maşınım total loss oldu. Yəni burada maşın total loss olması bundan əvvəlki videolarda demişdim. Maşın total loss olması üçün maşının təmir xərci, maşının bugünkü satış dəyərinin 75%-in ötdüyü halda maşın total loss sayılır. Yəni onu təmir eləmək məntiqsiz görürlər. Silmək belə eləyirlər, silirlər maşını. Və həmin hadisədə mənim sığortam full coverage olduğuna görə, yəni full hər şey kasko olduğuna görə bağlayırdı. 50.000 dollara sığorta almışdım. Bu arada dedim ki, mən 50.000 dollara sığortaya 240 dollar pul verirdim təkcə maşına ayda. 240 dollar. 270 idi, sonra müddət keçdikcə azalır da. Yəni sən nümunəvi sürücü olsan, yaxşı sürücü olsan, bir müddət keçəndən sonra bunlar azalır hamısı. Düşmüşdü 240 dollar, sonra yenə qalxdı o hadisədən sonra. O hadisədə məndə aşağı idi. Daha doğrusu məndə sığorta 30.000 idi. Mən ondan sonra getdim, sığortama 50.000 elədim. O hadisədə gördüm ki, bəs toqquşduğum maşın birdən tutaq ki, deyim də, təzə Range Rover Defender olaydı. 100.000, 107.000 qiyməti var, bəlkə də çox. Yəni onu necə ödəyəcəkdi? Məcbur öz cebindən ödəyəcəkdim. Ondan sonra getdim, artırdım dəyərin, 50.000 elədim sığortanın. Yaşadığım ünvanı dəyişdiyimə görə sonra burada şəhər arasında, yəni harda hadisələr çox olur deyə orada sığortanın qiyməti qalxır adətən. O hadisədən sonra mən başa düşdüm ki, mənim maşınımda kameram ətraflı çəkməlidir. Mənim sığortam tam dəqiq olmalıdır ki, hadisədir, bilmirsən, haçan hardan sənə gələr. Ona görə getdim, maşın sığortamı daha da artırdım. Hər qərəz bundan keçirəm. Maşın sığortası ilə çox danışacağım. Çünki o barədə məlumatım çoxdur. Bu tibbi sığorta ilə bağlı mənə lazım olan, Amerikada yaşayan bir insana lazım olan məlumatı sizə verirəm. Burada tibbi sığorta nələri ödəyir və nədir? Tibbi sığortaya mən ayda 66 dollar pul verirəm. Və ayda 66 dollar tibbi sığorta nəyə ödəyir? Mənim həkim müayinələrimi ödəyir, bəzi xərclərimi ödəyir və
Bəzi hallarda dərmanlarımın əksər hissəsini cover eləyir, yəni ödəyir. Yəni burada dərman Azərbaycandakı kimi deyil. Sən həkimə gedirsən, həkim sənə deyir ki, ala bu dərmanı sənə yazıram. Get alarsan aptekdən, burada belə deyil. Burada o sistem fərqlidir. Yəni burada kartım burada yoxdur, oradadır. Heç bilmirəm. Burada məsələ necədir? Burada sən həkimə gedirsən, həkim müayinə edir, dərman yazır sənə və sənə uyğun olan dərmanlar neçə faizlə, neçə dərəcə ilə yığılır. Xüsusi qablara yığılır. Gedirsən CVS farmasi və yaxud hardasa farmasi varsa, oradan o dərmanları alırsan. Sırf sənə yazılmış. Yəni belə deyim də, həkim baralgin yazdı, aspirin yazdı. Ged aptekdən al və kimsə də istifadə eləsin, söhbəti yoxdur. Sırf sənə yazırlar dərmanı və o dərmanın qabının üstündə də sənin adın olur və sən onu istifadə edirsən. Yəni kiməsə vermirsən onu, paylaşmırsan. Yəqin ki, paylaşanlar var, indi bilmirəm nə dərəcədə doğrudur, amma sırf sənə aid olur. Və aylıq $66 sığortaya mənə nə daxildir? Mənim sığortama daxil olan aylıq $66 mən həkimə gedirəm, müayinə oluram, bəzi hallarda müalicə oluram. Bəzi hallarda, məsəl üçün, mənim müalicəmin dəyəri tutaq ki, $1000'dırsa, $800 sığorta ödəyir, $200 özüm ödəyirəm. Orada bir deductible məbləğ var, yəni azad olma məbləği, bizdə azad olma deyirlər. Yəni sığortanın işə düşməsi üçün azad olma məbləği sən ödəyirsən, o işə düşür, yəni ardın o ödəyir, belə bir şey. Və yaxud heç bir sığortasız ola bilərsən, heç bir sığortan olmaya. Sən həkimə gedərsən, həmin həkimdən sonra sənə elə bir bill gəlir ki, yəni çek gəlir ki və o çox böyük olur, o çeki ödəmək çətin olur. Ona görə çalışırlar hamısı burada sığorta alsınlar. Sağlamlıq sığortası burada sənin gəlirinlə hesablanır. Yəni belə deyək, eyni şeyi mənim tutaq ki, aylıq gəlirim $6000'dırsa, mənə düşür ayda $66 mən ödəyirəm. İndi onu necə hesablayırlar bilmirəm. Sən rasxodları və zad və hər şeyi hesablayırlar, yaşam xərcləri çıxırlar. Nə qədər ödəməlisən, onun xüsusi agentləri var, onlar deyir. Və bunu xüsusilə Amerikada sığortanın böyük payı düşür özəl sektora. Yəni özəl sektor bundan məşğul olur. Bu gözəl bir şeydir. Özəl sektorun bundan məşğul olması yaxşıdır. Niyə? Çünki hər şey dövlətdən asılıdır. Özəl olduğuna görə dövlət onu sorğulaya bilir rahat. Dövlət özünü sorğulamaq biraz çətin olur. Özəlləri sorğulamaq asan olur. Özəl də biləndə ki, dövlət bunu sorğulayacaq. Amma biraz ehtiyatlı olurlar. Yəni onsuz da burada mən görməmişəm sığorta işində, xəstəxana işində kiməsə nəsə variant gəlsinlər, necəsə eləsinlər. Eləyənlər varsa da yəqin ki, SNG millətidir. Başqa millətlər inanmıram buna eləsinlər. Yəni yerli cəmaət inanmıram buna eləsinlər. Nəysə, sözümün canı nədir? Deməli, burada belə bir şey var. Sən nə qədər çox qazanırsansa, o qədər ödənişin çox olur. Yəni ki, o deyirlər Robin Hood məsələsi. Sən Amerikada tutaq ki, 200.000 illik pul qazanırsansa, sən aylıq sığorta xərcində $200-300 və yaxud $400 belə olacaq və bunu da sən ya sığorta almayacaqsan, ya da alacaqsansa bunlar hamısı hesablanacaq. Bundan yayına bilmirsən. Necəsə vergidə variant gəlirsənsə, silirsənsə çox pul, yəni göstərsən ki, mənə $50.000 qaldı illik, onda təbii ki, sən $20 ödəyəcəksən, $30 ödəyəcəksən. Amma burada belə bir şey var da, sən W2 ilə, yəni ki, dövlət işi W2 sayılır da, W hərfi bir də 2. W2 ilə işləyəndə səndən avtomatik tutur. Yəni bizdə Azərbaycanda necə dövlət işində səndən avtomatik pulu tutur və vergini tutur, bütün gəlir vergilərini çıxır, qalan pul sənə oturur. W2-da da həminki kimidir və orada axırda tax vergi hesabatı eləyəndə nə ödənilibsə odur. Yəni orada heç bir mənim bu xərcim vardı göstərə bilmirsən W2-da, amma özəl işlərdə 1099 deyirlər, 1099 kontraktorlar, onlar məsəl üçün özəl işdə gedirsən, kimsinsə işləyirsən, sənə pul verəndə 1099 ilə verir. Çünki o öz vergisini də ondan çıxır, öz vergisindən də o pulu çıxardır və sənə verir, sən də öz vergi verəndə həmin 1099 kağızını verirsən, ondan vergi ödəyirsən. Və buna görə sən özəldə işlədiyinə görə
1000 dənə xərc yaza bilərsən ki, maşınımın təkəri partladı, motorunu dəyişdim, nə bilim, nə oldu. Nəticədə mənə heç nə qalmadı, mənə pul düşmür. Yəni özəldə bunu fırlada bilirsən, amma W2-da fırlada bilmirsən. Yəni 1099-da fırlada bilirsən, W2-da bunu fırlada bilməzsən. Nədir? Standart odur. Bunu da deyim ki, çox adamlar belə eləyir. Götürürlər öz işlərində o qədər xərc göstərirlər ki, axırda sığortası baxırsan adamların o boyda dövriyyələri var. Gəlir sığortasında məndən az verir. Yəni ya da pulsuz olur sığortası. Qanun icazə verir deyə qanunda, mən onu boşluq kimi görürəm, qanunda bunları eləməyə yollar var deyə adamlar da eləyirlər. Və onun, tutaq ki, o 100 min, 200 min qazanan adam W2 ilə bunu qazanırsa, onun sığortası tutaq ki 400 dollardırsa, mənim sığortam 60 dollardırsa və yaxud Andreyin sığortası 20 dollardırsa və yaxud İvanın da sığortası 0 dollardırsa, bu necə olur? Bu necə xidmət olur? Hamısında eyni cür xidmətdir. Xidmət, yəni mənim ödədiyim pulla onun ödədiyi pul arasında dəyişmir. Belə deyim də, o Robin Hood misalını buna görə deyirdim. Sən 400 ödəyirsən, mənim aldığım tibbi xidməti alırsan, mən 60 ödəyirəm, həmin tibbi xidməti alıram. Andrey 20 ödəyir, həmin xidməti alır. İvan da 10 ödəyir, 0 ödəyir, o da həmin xidməti alır. Yəni hamısı eyni xidmət alır, gəlirə görə bölünür. Yəni burada sənin qazancın, sən nə qədər qazanırsan qazan, qazancından verdiyin pulla sənin sığortan dəyişmir. Bəli, sığortanı seçə bilərsən. Məsəl üçün liability var, orada var, premium var, min cür adları var onların. Seçə bilərsən, upgrade versiyalarını seçə bilərsən ki, daha çox sahəni əhatə eləsin. Onu seçə bilərsən. Məsəl üçün burada sığortalar əksər hallarda stomatologiyanı cover eləmir. Stomatologiyanı örtmür. Niyə? Çünki müalicə xərcləri hamısı bahadır deyə onu cover eləmir. Ona görə stomatologiya üçün ya premium paketlər alırlar ki, stomatologiyada olsun. Və yaxud uşaqlar varsa əgər, onlar dövlət paketlərində 26 yaşa qədər deyəsən onu cover eləyir dövlət. Bu arada deyim ki, 66% düşür özəl sektorun üstünə sığorta payı, 35% ya da 34% düşür dövlət obyektlərinin üzərinə, dövlət təşkilatlarının üzərinə düşür də, belə deyim sizə. Burada nə kimi mənfi, nə kimi müsbətlər var? Mənfilər mən gördüyüm odur ki, bu Amerikanın tibbi sığortasında çox bahadır. Hər şey çox bahadır, dəhşət bahadır. Həmçinin həkimlər, məsəl üçün tanıdığım adam var, yoldaşı medsestra işləyir, bizim dildə desək. Saatına 45-55 dollar pul alır saatına və o onu oxumaq üçün, medsestranı almaq üçün 4 il ya 5 il oxuyub. Çünki medsestra resept yaza bilir, yəni insan həyatın, taleyin dəyişə bilən şeylər eləyə bilir. İynə vurma ixtiyarı var. Bu iynə vurma önəmli məsələdir ya burada. Onu sizə deyim, yəni burada hər adamın iynə vurma ixtiyarı yoxdur. İynə vurmaq, yəni iynədə sən insana həyat da verə bilərsən, başqa reaksiya da ola bilər deyə, məsuliyyət var deyə, ona görə 4 il, 5 il oxuyurlar və nəticədə saatlıq 45-55 dollar arası pul alırlar. Həkimlər məsəl üçün, elə həkimlər var, illik 200 min alır, elə həkimlər var, illik 1 milyon 500 min alır. Yəni, bunun profesiyasına, işinin ağırlığına, məsuliyyətinə görə bu rəqəmlər dəyişir. Bu özəldə də, dövlətdə də eyni cürdür. Ona görə burada çox bahadır. Sığortanın ödənişləri, tibbin ödənişləri bahadır. Ona görə insanlar sığortadan istifadə edir. Amma yenə də nə qədər Amerika inkişaf eləmiş ölkə olsa da, Amerikada hardasa bir əhalinin 8% sığortasızdır. Yəni, sığorta almırlar. Onlara sərf eləmir. Sığorta almaq deyə almırlar. Çünki insanların burada orta qazancı həftəlik 500-700 dollar arasıdır. İnsanlar, daha doğrusu minimal qazancları belədir. 500-700 dollar arasıdır həftəlik və əksər insanlar bununla yaşayır. İnsanlar çox şeyin dalıca qaçmırlar. Aşağı məbləğlə yaşayırlar və bu onlara kifayət edir və onlara sərf eləmir ki, getsin sığortaya da pul versin,
maşın kreditə götürsün. Yəni bu artıq xərclər istəmir. O adam istəyir ki, qazansın və yaşasın. Hə, tibbi sığorta o vaxtı mənim yadımdadır ki, Azərbaycanda Kasko butik açılmışdı. Mən Azərbaycanda olanda Xəyal Məmmədxanlı var idi. Allah rəhmət eləsin. 2020-də rəhmət etdi. O onu açmışdı. Bilmirəm, o ayrı sığorta idi, yoxsa sığortaları birləşdirən bir layihə idi, nə idisə. Çox gözəl bir layihə idi. Oradan getsəydi, o davam eləsəydi, Azərbaycanda gözəl sığorta sistemi açılacaq idi. Amma niyəsə kiməsə sərf eləmir və bunu eləmirlər. O, Amerika sisteminə gedən yol idi. Sığorta sisteminə gedən yol idi. Bəs niyə Azərbaycanda insanlar kasko sığortadan və yaxud özlərini sığortalamaqdan çəkinirlər? Çünki görürlər ki, onsuz da bu hadisələr olanda sığortazad boş şeydə belə görürlər. Çünki gedirlər xəstəxanada elə vəziyyətlər var ki, insanlar sığorta ilə o qədər növbədə dayanır ki, yəni belə vəziyyət yaradırlar ki, insanlar məcbur sığortadansa özələ getsin. Yəni onu ləğv eləmirlər. Var da sığorta. Amma onu elə edirlər ki, insanlar boğaza yığılsın, getsin. Bəli, Amerikada da növbə var. Amma belə deyir, gedib balnitsada növbə gözləmək yoxdur. Amerikada sən appointment deyirlər ona, növbə götürürsən. Tutaq ki, sabah saat 10-un yarısında mənim həkimim var. Getməliyəm. Sabah gedə bilməsəm, bir də ördün 2 ay sonra həkimə düşə bildim. Həkimə hələmələm düşə bilmirsən. Çünki həkimlər çox məşğul olur burada. Hə, belə növbə olmasında problem yoxdur. Çünki sən qabaqcadan planlaşdırırsan. Amerikada nəzərə alsaq ki, insanlar planlaşdırırlar bütün işlərin. Məsəl üçün 6 ay sonra bir konsert olacaq. Adamlar onu 6 ay öncədən planlaşdırırlar. Hər bir şeylərin planlaşdırırlar. Bu çox gözəldir. Bu sığortada bir də life insurance var. Life insurance nədir? Həyat sığortası. Bu səni sığortalamır. Səni sığortalayır, amma sənin həyatını sığortalamır. Necə? Bunu izah edeyim. Life insurance, gedirsən sığorta eləyirsən, bu sənin sabah başqa bir hadisə gəlsə, orada var 20 illik, 25 illik, bir də var ömürlük bahadır. Yəni 20 illik sığorta eləmirsən özünü və bu ay-bay da ödeyə bilirsən, o məbləği bir dəfəlik də ödeyə bilirsən, məbləğdən asılıdır. 20 il ərzində, bu arada onu da deyim ki, sənin hansı məbləğ olacağı səni müayinə edirlər, sağlamlığınız adlı, ona uyğun sənə qiymət verirlər ki, sən tez ölə bilərsən, gec ölə bilərsən. Belə olur məsələn. Sənə 20 illik sığorta eləyib, sən 15 il sonra düşdün, öldün. Və sənin aylığın tutaq ki, $270 ayda bu sığortaya pul ödəyirdin, 15 il sonra öldün və yaxud 1 il sonra öldün sığortadan, 1 il sonra öldün. Sənin sığorta olunduğun məbləğ 500 min, 1 milyon, 1 milyon 500 min, fərqli rəqəmlər olur. İnsanlara görə dəyişir də. Dediyim kimi, sağlam həyat tərzi sürənlərdə daha yüksək olur. Mən kimi fət həyat tərzi sürənlərdə yəqin ki, daha aşağı olacaq o. Və sən öləndən sonra sənin ailən sığortadan pul alır. Yəni ki, ailəyə kömək məqsədi daşıyır bu. Yəni sən öləndən sonra və yaxud bilmirəm o 50 il qalsan da aiddir yoxsa yox. Tutaq $270 sən 20 il sığorta ödədin və 20 ildən sonra ölmədin. 20 il 2 ay sonra öldünsə, onda heç nə almırsan. Məsələ odur ki, ya ömürlük almalısan, ya da hansısa müddətli. Hansısa müddətli alanda həmin müddətin içində sən dünyadan köçəndə sənin sığortavı ailəvə verirlər. Ömürlük yolunda da haçan ölsən, onda ailəvə verirlər o məbləği. Belə olur. Yəni buna life insurance deyirlər. Bizdə bilmirəm bu da qəbul olar yoxsa yox, amma belə bir şeydir də. Ailəyə köməkdir yəni. O deyirlər, nə ölüsündən xeyri vardır, nə dirisindən. Burada ölüdən xeyir olur. Ona görə insanların ağlına başqa ideyalar gələ bilər. Görəsən bunu yola salım yoxsa yox. Nəysə, sözümün canı gəlirəm indi avtosığortaya. Avtosığorta necədir? Avtosığortada deməli sən full kasko eləyirsənsə maşınını, burada var maşında xəsarət alanların da sığortası. Orada növləri var da, onları seçirsən. Onu yüksək seçirsən. Məsəl üçün mən 2024-də yoxsa 2025-də qəza eləmişəm. Həmin qəzada mən zədə almışdım.
Bunu sizə ödənişi alanda göstərəcəyəm. Həmin qəzada mən zədə almışdım və müalicə aldım. Həmin müalicəyə görə mənə dövlətin yox, həmin qarşı tərəfin sığortasının ödədiyi bir məbləğ var, olacaq gələcəkdə almalıyam o məbləği. Həmin o sığortanın ödəyə bilməsi üçün sənin sığortanda o məbləğ olmalıdır. Yəni ki, sən tutaq ki, kimləsə qəzaya düşmüsən, kimsə vurmusan və həmin adam tutaq ki, bir body injury alıb, yəni bədənindən bir xəsarət alıb ki, onun müalicəsi 150 mindir. Sənin sığortan onu, yəni mənim maşınımın sığortası tutaq ki, məndə indi per accident 50 min dollardır. Yəni hər aksident üçün, hər hadisə üçün 50 min dollardır. Body injury 30 min dollardır. Yəni kimsə mən vurduğum maşında xəsarət alsa 30 min dollara qədər onun xərcin mənim sığortam ödəyəcək. Bu nə qədər yüksək olsa, deməli xəsarət aldığın halda, yağmalardan keçsək, xəsarət aldığın halda, yaxud qarşıdakı vurduğun maşındakı adam xəsarət aldığı halda, tutaq ki, xərci 150 min çıxır adamın, müalicə xərci 150 min çıxır və sənin sığortan 100 mindirsə, onda o 50 mini sən özün öz cibindən ödəyəcəksən sonra. İndi onu necə ödəyəcəksən bilmirəm, o çətin prosesdir. Ona görə ən yaxşısı bu sığortanı almaqdır. Mən belə görürəm. Bu sığortanın mənfi tərəfləri nədir? Bəzi insanlar bundan süni istifadə edirlər. Necə süni istifadə edirlər? Bəzi insanlar qəzaya düşürlər və qəzada heç bir zədə almadan gedirlər, deyirlər ki, ay filan yerim sındı, filan yerim ağradı, ölürəm doktor, belə filan, başlayırlar müalicəyə və belə deyim də, yəni xəsarət almadılar, müalicə alırlar. Çünki deyəndə ki, ağrıyıram, həkim buna reaksiya verməlidir və bunu terapiyadan keçirtməlidir. Və terapiyadan keçirdəndən sonra buna kompensasiya kimi həmin o adamın sığortasında olan məbləğ ödənilir. Yəni bunu süni istifadə edirlər. İnsanlar sui istifadə edir. Süni yox, sui istifadə edirlər belə şeylərdən. Təbii ki, bu sığorta sistemi mən düşünürəm ki, Azərbaycana gəlsə çox maraqlı olar. Həm də lazımlı bir şeydir. İnsanlar bu sistemi ki, tətbiq eləsələr Azərbaycanda bu sığorta sistemin, yəni pul ödəyib, cəmaət pul ödəyir və özəl, dövlət fərqi yoxdur da. Yəni düzdür, çox bahalı klinikalar nəzərdə tutmuram. Burada da çox bahalı klinikalar var və çox bahalı klinikalar təbiidir ki, onların ödənişləri, onların paketləri fərqlidir. Amma məsəl üçün Thomas Jefferson'ın burada xəstəxanası var. Sonra var da, bilmirəm hamısının adların. Bunların məsəl üçün ümumi, özəl və dövlətlə işləyən xəstəxanalar var və var sırf özəl xəstəxanalar ki, onların ayrıca sığorta paketləri var və yaxud onların sığorta paketləri yoxdur. Amma əksəriyyətinin var. Çünki sığorta ilə işləmək sərf eləyir. Tutaq ki, belə deyək də, mən il ərzində nə qədər həkimə gedirəm? İl ərzində mən həkimə getdiyim uzağı bir dəfə olur. O da nə isə müayinəyə gedirəm də. Amma bu stomatologiya aidiyyatı yoxdur. Stomatologiya çünki bahalı olduğuna görə adi bir plomb burada qoydurmaq, təsəvvür eləyin, 400 dollardır. İndi o da ucuz tapırsan da, belənsinə bahadır. Məsələn, diş təmir elətdirmək, bir dəfə həkimə gelirsən 2000 dollar pul çıxır da, yəni müalicə eləyir, plomb qoyur, nəysə ağardır, belə getdi 2000 dollar. Yəni diş çox bahadır deyə, ona görə dişi sığortaya salmırlar. Sığortaya salanlar dişi isə, hansı ki sığorta şirkətləri salır dişi, onlar stomatologiyanı salanlar, onlar aylığı çox baha olur. Ona görə hər insan onu götürmür, adi paketləri götürür, mən kimi 66 dollar götürür. Bunları danışmağımda məqsədim nədir? Danışmaqda məqsədim odur ki, Azərbaycanda sığorta sistemi inkişaf eləmir və bunu inkişaf elətdirmək heç kimdə də maraqlıdır. Çünki buna qarşılıq dövlətdən gəlmir. Bu kimlərinsə marağında olmalıdır ki, yəqin, hansısa dairələrin marağında olmalı ki, sığorta sistemini düzəltsinlər. Əslində bu sığorta sistemini düzəltsələr, bu çox gözəl bir nəticə verəcək. Həm onlar mütəmadi qazanacaqlar. Yəni adamlar həmişə həkimə getmir ki, adamlar həkimə getmək avarası deyir ki.
Adamlar vaxtında həkimə getsələr, təsəvvür eləyin ki, yəni yəqin ki, aptek dərman satanların xeyrinə deyil. Ona görə bu sistemi düzəltmirlər. Amma insanlar vaxtında həkimə getsələr, bu qədər xəstəliklər olmaz. Öncədən məsələn yoxlamalar olsa, ildə 2 dəfə məcburi yoxlama olsa ki, hər şeyi yoxlayırlar. Məsələn, bir həkimə edirsən, poliklinikada necə uşaqları məcburi aparmalısan? Hər ayda mı, ya hər ildə mi aparmalısan? Həkimlərdən keçirməlisən hamısını. Eyni formada böyüklər üçün də məcburi olsa bu sistem, düşünürəm ki, çox gözəl olar. Və bu insanlar bu qədər xəstə olmaz, bu qədər dərman dağıcı düşməz. Nəzərə alsaq ki, Azərbaycanda dərmanlar vəbşə biabırçılıqdır, təsiri yoxdur. Yəni o dərmanlar ki var Azərbaycanda, ağrı kəsici dərmanlar, yəni bildiyiniz dəhşət dozaddır o. Amerikada o dozanı almaq üçün o ağrı kəsici doza ki bizdə Azərbaycanda açıq aptekdə satılır. Həmin ağrı kəsici dozanı sən Amerikada almaq üçün sən gərək ya güllə yarası alasan, sənə versinlər, ya bıçaq yarası alasan ki, sənin ağrının qarşısını almaq üçün onu sənə versinlər də. Azərbaycanda aptekdə o dərman çox rahat açıqda satılır, adı da yadından çıxıb. Mən də istifadə eləmişəm Azərbaycanda dişim ağrıyanda, atmışam onu. Yəni bu dəhşət bir şeydir. O dərmanları bunlar bilirlər ki, bu dərmanlar insana nə qədər ziyandır. Çünki onun faydası olduğu kimi də başqa şeylərə də çox negativ ziyanı var ona görə. Bu sığorta barədə sizə məlumat vermək istədim ki, Amerikada sığorta sistemi necə işləyir. Çətin deyil, asandır burada sistem. Bu sistemi Azərbaycanda da qurmaq olar. Amma nə vaxta qədər ki, bu sistemi qurmaq kimlərinsə maraqları ilə üst-üstə düşməyəcəksə, bunu qurmayacaqlar və əhali də ki, bundan razılaşır da. Bilmirəm, amma çox istəyərdim ki, o Xəyal Məmmədxanlının qurduğu sistem işləyəydi və o inkişaf eləyəydi. O Kasko Butik çox gözəl sistem idi. Başlanğıc üçün çox gözəl sistem idi. Kaş o qalaydı və yaxud kaş onu ondan sonra kimsə eləyəydi ki, o sistemlə həm pul qazanardılar, həm də insanları yaxşı sığorta eləyərdilər. Yeganə sığorta idi ki, sən avariya elədiyin vaxtda, o vaxt yadımda da orada belə bir şey var idi. 222 manat, 333 manat, 444 manat, 555 manat belə coverage-lər var idi. Və sən avariya elədiyin vaxtda 1 saat ərzində sənə arenda maşın verirdilər ki, sən öz işvə davam eləyəsən. Yəni yeganə sığorta idi. Başqa sığortalarda mən görməmişdim Azərbaycanda. Bəlkə də indi var, bilmirəm. Bu qədər dostlar. Təşəkkür edirəm izlədiyinizə görə. Nəzərinizə çatdırım ki, bu kanal qabağıza çıxanda, short şəklində və yaxud tam video şəklində çıxanda ya kanala abunə olun, ya da abunə olun. Kanala like və yaxud dislike işarəsi qoya bilərsiniz. Fikirlərinizi yaza bilərsiniz. Sığorta ilə bağlı necə istəyirsiniz olsun və yaxud nə Azərbaycanda sığortanın vəziyyəti nə gündədir bu gün, o barədə yaza bilərsiniz mənə. Bir də qeyd edeyim ki, bu təkcə YouTube üçün deyil, mənim kanalım YouTube'da, Instagramda və TikTok'da var, keçib izləyə bilərsiniz. Çox sağ olun, hələlik dostlar, özünüzə yaxşı baxın, çalışın, sağlam olun və xoşbəxt olun, bu çox önəmlidir.